Salam, hər vaxtınız xeyir olsun. Biz radiatorların xətlərinin təmizlənməyi ilə bağlı gəlmişik. Nofər ustanın görürsünüz, əlavə nömrəsi var burada. Aparat vasitəsilə sistemi təmizləmək və 100% təhvil vermək. Bu radiatorlardan qara çirkli su gələndə onun da çəkilişini edəcəm. Baxın, bax bu aparatla həm sağa yümək, həm sola əks istiqamətə yümək var. Bax bu ruska vasitəsilə fırlayanda hər iki tərəfə də yümək ehtimalı var və 9 atmosferdə təzyiq vurur. Gördüyünüz balon qısa qapanmadır, nədir olanda sistemdə vurub onu açır. Bu aparatla yuyulanda çox yaxşıdır. Çalışın samodelin aparatla sisteminizi yuduzdurmayın ki, onda təmiz yuyulmur sistem. Radiatorun çöküntülərində qalır, filtrlərində qalır. Çalışın təmiz aparatla yuyun. Bax, görürsünüz, indi bu o birisi radiator açılıbdır. Bu ikinci etaplı yuyulmaq. Bax, görürsünüz, baxın, görün nələr gəlib, tökülür. Çalışın bir ildən bir əzizlər radiatorun xətləri yuyulsun ki, kombində ömrü uzun olsun və radiator da təmiz olsun ki, qaz sərfiyyatı da az olsun. Sistem belə tutqun olanda kombidə naqruzkada işləyir və devriyə motorudur, esenjorda onları sıradan çıxardır. Çalışın bir ildən bir sistemi yuduzdurun ki, kombinin də radiatorun da ömrü uzun olsun, qaz sərfiyyatı da az olsun. Təzyiqlə vururdu ya, oradan da axan kimi gedir həmən dəqiqə şeyə, kanalizasiya axır. Görürsünüz orada necə yanır. Elimizdə 15 dənə radiator olduğuna görə videonu uzun çəkmək olmur da, 15 dəqiqə çəkmək olur ancaq. Ona görə o video birinci videoda var və bu növbəti ikinci videodur. O boydan hamısını videonu çəkmək olmur. Onda video çox uzun olur, baxmaq da olmur. Ancaq belə sevsə, çəkib paylaşıram ki, tam açıq aydın baxa bilərsiniz. Evimiz 3 mərtəbədən ibarətdir. Mansarda da cəmi opşu 15 radiatorda 2 dənəsi də mansardadır radiatorda. Burada koridorda da var. Videoda tam görsənmir, belə canlı görsəniz daha yaxşı olar. Sadəcə olaraq indi siz oradan suyun qaralığını görə bilərsiniz. Bax, daş kimi xırda var, görün necə gəlir. Baxın, görürsünüz. Buna bax. Suyu sürətlə vurduğuna görə hiss olunur, təzyiqlə vurur. Kompresor görsən işə düşür, təzyiqlə vura-vura sistemdə bir damcı çirklənmə qoyulur. Bax, bu bizim növbəti radiatorumuz açıldı. Görürsünüz, bax. Nələr gətirir. Baxın, görün nələr tökülür, baxın. Baxın, görürsünüz. Nələr gəlir də.
Gör nələr tökülür də, bax. Gözlə görməsən inanmırsan. Baxın. Görürsünüz, bax. Bax, bu aparatın özəlliyi budur, bax. Çok çirkin kız görürler. Ha, onu söylüyor. O bu radyatı kız görür. Bu radyatı tadı öyle yok. Ona göre. Aparatın özəlliyi budur. Samadellə aparatla çalışın əzizləyicilər. Təmizlətdirməyin sisteminizi. Ay dərmanla, nəylə, o boş şeydir. Ondan təmizlətdirməyin. Aparat budur. Görsən özün necə nizamlayır, necə təzyiqlə 9 atmosfer təzyiq vurur. Təmizlətdirəndə belə aparatla ancaq. O birisi aparatların başını bırakır. Otaqda sistemimizi pis günə qoyur, əksinə. Çünki Samadelin elə bil evdə sən nəyə gidrofon işlədirsən də. Ancaq onun rolunu oynayır. Amma görürsən bu necə işləyir. Özü komanda verir, özü dayanır. Görürsünüz. Bax bu cür işləyir. Təzyiqlə görürsünüz, özü napor verə-verə sistemi tam təmizləyir. Bax, növbətin də o bir saçıldı radiatorunda. Görürsən. Baxın, görün. Necə? Bax, aparatın görürsən, özü nizamlayır təzyiqlə. Baxın. Özü vurur. Bir qaydada vurmur da deməyim odur. Samadelli aparatlarla o yığılan, onlar evdə elə bil ki, gidrofon işlədirsən, adi motor işlədirsən. O da ki, sistemi heç vaxt təmiz yumaz. Amma bu görsən, bu kompresorla həm təzyiqlə, həm də bax beləncə görürsünüz nə cür qaydada aparat özü işə düşürcə nizamlayır da özü təmizləməyi. Bax bu görürsünüz bir dənəcik kimi, onun elə nə qədərsə axıb gedir də. İndi krantların da eləsi var ki, yaxşı işləmir də, açılıb bağlanmağı. Onda da olanda birdən görsən ki, tam şeylənir. Bax, bu da mansardakı radiatordur, 2-dən olan. Baxın, görün necə. Buna bax, vay vay. Görürsünüz. Baxın. Bir ildən bir çalışın, sistemi təmizlətdirin. Yoxsa vaxtını gecikdirəndən sonra kombinin devriyə motoru hər şeyi sıradan çıxır. Budur, bax, görürsünüz, baxın. Bundan Bu da, bax, gör. Mansar. Mansar atsınız, değil mi? Ay, sağ ol. Gör nə gündə, bax. Dəyişətdir. Ay, dəyişətdir. Ya da axıb gedir, trapa axıb gedir. Görürsən, özü boşur, bax, özü necə nizamlayır, vurur. Görürsən, bax, getdikcə ağardı, bax. Həm sistemi tez yür, niyə? Təzyiq çox olduğuna görə, yəni sistemə ziyan vurmur. Yəni birdən elə bilirsiniz, təzyiq çoxdur, sistemə ziyan vurur, xeyr. Əksinə, nə qədər divarlarına yapışan ərpi, ziri varsa, hamısını gətirib tökür. Yəni o təzyiqin çox olmanın ziyanı yoxdur. 9 atmosferdir, özü nizamlayır. Zərbə ilə vurur, elə bil bütün nə qədər var, hamısını açır. Harada ki, qısa qapanma olur. Bax, onda kompresor bir dəfə verir, buraxır da. Açır, ondan sonra qəşəng bax, gül kimi gördünüz necə, baxın. Qəşəng ürəyin istəyən təmizləyir. Əla vəziyyətdə, daha elə belə yox. Bax, özü görürsən, bax, özü nizamlayır, təmizləyir. İndi o birisi açılandan sonra, bax, elə o birisindən də nələr gələcək. Görürsən, bax. Mansarın o birisini açdılar, düzdür mü? Aysa, o birisine keçdi. İndi o birisini gətirəcək təkdir. Görürsünüz, necə var. Yavaş yavaş.
açıq idi həyatım. Açıq idi. Hə, vurub yavaş-yavaş gətirir. Görürsünüz bax özü. Təzyiqinə də baxın, görürsünüz bax. Bax görün necə nizamlıyır. Görürsünüz baxın. Gördünüz bax. Aparat kolu var. Təkrar yüzü olur. Hə, təkrar yulandı bu hadisə o. Gətirir, vurur. Bu hafta bizi 15 oldu. Görün necə gətirir. Şimdi onu bağlayandan sonra kombinin altındaki krantı da bağlayarım. Onu da vursun gəlsin. İndi biri orada durar, sen burada durarsan. Buranı açarsan, bu da oranı bağlayır da sistem şey olmasın. Kombi burada da. Ha, görürsünüz. Onun bayrağı orada bir tane kanal var. Göstereceğim sana. Kanallar var. Özüm nizamlı. Saçla fazla çakır oldu. Allah kanallar. Biri saxlayır, biri yox. Adına razıdır da krantda. Onların hamısını çıxardacağım. Hə. Onun hamısını çıxardacağım. Böyle var böyle ama. Hə. Bu sıkın onu şeylesin. Hə. Təzyiq belə olmalıdır bax əslində. Görürsünüz necə atmosferlə vurur. Oradan kesin. Bax, görün necə gətirir. Bir tane bebeş. Hadaçada. İndi ona mən söküb baxacağım. Hadaçada qalmayım var. Bu bizim kombidən gələndir. Bütün linyalar təmizləndi. Bir dənə kombis yeri qalıbdır, sizə qalıb. Onu da kim təmizləyirik. İnşallah söküb indi çəkiliş edəcəm. Kombinin yeri dəyişəcək. Radiator krantları da pis gündədir, o da dəyişəcəkdir. Bebeşe denen çıksın yuvarlardan sen de buralara çıkarsın. Senin çıksın yuvarda ne kadar var? He? Onu bir kalsın. Gözlə, hələ gözlə bir dəqiqə. Qoy, yəni hələ vurub gətirir. Oradan öyle şey geldi. Evet, sırttan. Yakın bölgeyi. Ha, Bozuklar altında. ha. Hə, açın, уже gəlin. Böyle baksana. Oradan da kanalın tersine. Tersine git. Əksinə. Tersine gidiyorsun. Ha, Şimdi bu burada əksinə. Hə, indi əks tərəfə gedir. Hə, indi əks istiqamətə gedir. Görürsünüz, təzyiqə var, gör necə. Görürsünüz, baxın. Hələlik bu qədər əzizlər. İnşallah növbəti videolar olacaqdır, maraqlı videolar olacaq. İzləməyi unutmayın, abunə olmağı unutmayın.
Sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir. Sağ olun, hələlik bu qədər əzizlər.